Ən çox azərkeş kütləsinə malik olan Təbrizin Traktor komandası tarixində ilk dəfə İran çempionu olub. Cənubi Azərbaycanın fəxri klubu sayılan Təbrizin Traktor komandası Qəzvin şəhərində Şəms Azadi klubunun qonağı olub. Qarşılanma stadionda millilik və birlik ruhunun yüksək səviyyədə hiss olunduğu anlarla yadda qalıb. İlk dəqiqələrdən etibarən üstünlüyü ələ alan Traktor artıq ikinci dəqiqədə hesabı açıb, 9-cu dəqiqədə isə ikinci qolla fərqi artırıb. Qardaş komandalar arasında baş tutan bu maç əsl futbol bayramına çevrilib. Stadionun tam dolu olması və tribunaları dolduran minlərlə azərkeşin Azərbaycan milli ruhunu səsləndirməsi maçı fərqli bir atmosferə bürüyüb. Xüsusilə də dağlar başı dumandır, bura Azərbaycandır şüarının stadionda birmənalı şəkildə səsləndirilməsi Güney Azərbaycanda milli oyanışın canlı təzahürüdür. Qeyd edək ki, Traktor komandası hazırda İran çempionatında 27 turdan sonra 64 xalla lider mövqeydədir. İkinci yerdə 56 xalla Sebahan, üçüncü yerdə isə 51 xalla Persepolis qərarlaşıb. Turnirin sonuna isə cəmi 2 tur qalıb.